Instagramdakı izləyicilərimin mənə yazdığı sözlərə görə mənə əməl olunmuşdu ya da ki, göz nəfsi nəsə var idi. Bilmirəm, ona görə çıxıb getmişdim kəndə, 2-3 gün qalmağa, hər şeydən uzaqlaşmaq qərarına gəlmişdim. Evdən gedərkən isə evdə unutduğum bir şey var idi, həyat yoldaşım. Bəli, onu işinə görə aparmamışdım, getməmişdi məndən. Və gələndə gördüyüm mənzərə isə yalnız bu olmuşdu, evlər zibil günündə idi. Hələ də dünəndən gələndən özümə bir dəqiqə belə fasilə verməmişəm. Avtomat kukla kimi ancaq ev işləri görürəm. Birinci kuxlanı yığışdırmışam, indi də keçmişəm yataq otağına. Yataq otağı inanın ki, nə vəziyyətdə idisə, evə girəndə bir anlıq şübhə ilə yanaşdım ki, görəsən mən bu evi bu avırda qovub getmişdim, yoxsa həqiqətən yığışdırıb getmişdim. Sonradan yadıma düşdü ki, TikToka, Instagrama, YouTube'a nə video qovub getmişdim. Videoya girdim, baxdım ki, adam balası kimi evi yığışdırıb səliqəli qovub getmişəmmiş və gəlib gördüyüm mənzərə bu. Həqiqətən də xanımlar, evdən 2-3 günlük ananızgilə, nə bilim nənənizgilə, rayona, kəndə, harasa gedəndə evdə yoldaşınızı qovub getməyin. Ya da gedirsinizsə bəzi yerlərin qapılarını bağlayıb gedin. Ona stolun üstündə yemək qoyun, bir o bəsdir. Gərək mən də elə eləyərdim. Həqiqətən də əminəm ki, bu mənzərə ilə çoxunuz rastlaşmısınız. Əgər rastlaşmısınızsa, səhifəmizə abunə olub takib etməyi unutmayın. Bəyəni və qayıt etsəniz də çox sevinərəm. Çox sağ olun bu arada izlədiyiniz üçün. Bəzən belə çənəsi düşük danışıram, amma ki, sizi güldürmək üçün danışırıq bu qədərində. Hələlik.